Bu yuxarıda saydığım proseslər və pH dəyişmələri torpaq tipinə görə də fərqlilik göstərə bilir. Məsələn, qumlu və orqanik maddəcə zəif torpaqlarda yağıntılar kəsən kimi daha tez, qısa zamanda pH qalxır, 8.5 yox, lap 9-10 ola bilir. Orqanik maddəcə zəngin torpaqlarda qismən mənim dediyim aylarda bu proseslər təxminən üst-üstə düşür. Nəysə, belə deyək, uzun olsa da bu mövzulara bir neçə məsələ, yəni bu mövzularla bir neçə məsələni çatdırmaq, açıqlamaq lazım idi. Açıqladım. İndi isə qısa bir mövzuya toxunmaq istəyirəm. Sitrus bölgələri qeyri bölgələrdən nəyi ilə fərqlənir? Ancaq və ancaq ortada yeganə bir dənə fərq var. Yağıntıların fəsillərə görə nisbətən daha paylanmış olması və regionun rütubətli olması. Yağışın hesabına rütubət olur da. Bunun hesabına da sitrus zonalarda pH nisbətən aşağı olur və ona uyğun bitkilər də orada rayonlaşır. Yəni deməli, torpağın pH mühitini tənzimləyən ancaq və ancaq yağıntılardır. Torpağın sabit pH-ı olmur. Yağıntılar torpaq pH-ını daim tənzimləməkdədir. Fəsillərdə, yetişmədə, hamısı təbiətdə idarə olunur. Bəzən avqustda yağan yağış, bilmirəm, rastuza gəlib, diqqətinizi çəkib yoxsa yox. Bir görsən, avqustda bir yaxşı yağış yağır, növbəti il üçün bütün məhsulu zayi edir. Növbəti il üçün. Bu il üçün yox. Çünki qış hazırlıq işlərini pozur, pH-ın 9-a qalxmasına mane olur o yağış. Növbəti il heç bir ağacda məhsul tutumu baş vermir. Mən sadəcə internetdə milyonlarla nümunəsi olan bu şkalanın verdiyi informasiyanın 1% haqqında danışdım. Hansı ki, onlarla geniş mühazirə mövzusudur. Qaldı ki, Rasim qardaşımızın misalına. 5 günün yeməyini bir dəfəyə qabağıma yığmaq misalına. Yəni, payızda amafosu bir dəfəyə vermək o misalına bir misal çəkib ki, 5 günün yeməyini qabağıma qoymaq. Bitkinin 300 illik kalsiyumu, kaliumu, magneziumu torpaqdadır. Hansısa bitkinin çox yiyib partladığına kimsə rast gəlib? Yox. Payızda verilən fosforun miqdarı həmin 300 illik kalsiyumun, kaliumun, magneziumun, digər elementin həmin o ehtiyatın bir illik normasının bitkiyə mənimsənilməsinə şərait yaratmaq üçündür. Yoxsa bitki fosfor əsirliyindən yox, məhz elə ilk dövrdə çiçək vaxtı kalsiyum əsirliyindən 70% çiçək tutumunu itirir. Yəni torpaqda bütün minerallar 10 illərlə yetəcək miqdardadır. Və hətta hər hansı azalma baş verdikdə belə torpaq aşağı qatlardan təkrar özünü sabit tərkibə tamamlayır. O qədər fosforu torpağa vermək olmaz deyirik. Yəni mən daha çox fosfor tövsiyə edirəm torpağa. Ona görə də bəzi yoldaşlar etiraz edir. Birincisi, mənim tövsiyə etdiyim miqdar sadəcə bu ilin ehtiyacıdır. İkincisi, 3 qat artıq verilsə belə yenə də problem yoxdur. Çünki digər elementlər 100 qat artıq torpaqda var və heç bir sıxıntı yaratmamaqdadır. Üçüncüsü də ən verimli torpaqlar fosforla daha zəngin olan torpaqlardır. Və eyni zamanda torpaqda orqanik maddə yaratmaq istəyirsinizsə, birinci fosforu artırmaq lazımdır. Bu fosfor gübrəsi də ola bilər, qaya fosforu da ola bilər, hər hansı bir fosfor ola bilər, fərqi. Torpaq fosfordan əskik olduqca orqanik tərkibini dəyişdirə bilməzsiniz torpağın. İstəyirsiniz hər il 40 ton peyin verin torpağa, yenə də o peyin torpaqda yoxa çıxacaq. Fosfor bir enerjidir. Torpaqda enerji olduğu halda enerji reaksiyaları gerçəkləşəcək torpaqda və o reaksiyaları gerçəkləşdirən mikroorqanizmalar qrupu daha tez bir zamanda torpağın strukturunu dəyişəcək. Azot çox vermək olmaz. Buna etirazım da yoxdur. Kükürt də torpaqda çox vermək olmaz. Yəni çox vermək olmaz o mənada ki, hektar torpaq var, 2 ton yarım kükürt verə bilərsiniz. Amma demək istədim, tələb olunan normadan artıq vermək torpaqda kükürdün də çoxluğu problemə çevrilir. Borun da çoxluğu problemə çevrilir. Yəni torpaqda normanı kükürddə aşanda problemə çevirir. Amma fosfor o deyil axı. Ən keyfiyyətli qara torpaqlar fosforla daha çox zəngin torpaqlardır. Fosfor o torpaqları püskünə qoysun da, məsələn Ukrayna torpaqları, məsələn Azərbaycanın özündə qara torpaqlarımız var. Hamısı fosforla zəngin torpaqlardır. Yəni demək istədiyim, element var, onun çoxluğu torpaqda problem yaratmır. Məsələn kalsiyum 10.000 ppm, 10.000 milligram kiloqramda kalsiyum var. 15.000 var, 5.000 kalium var, 2.500 şimal zonası, Xaçmaz Quba zonasında magnezium var və s. və ilə axır. Elə torpaqlarımız var, məsələn Şəmkir, Gədəbəy zonasında torpaqda fosfor var, 600, 700, 1200 fosfor var.
Yəni bu o torpaqların yaxşılığına əlamətdir, pisliyinə əlamətdir. Yəni demək istədiyim bir şey deyəndə düşünmək lazımdır, başa düşmək lazımdır. Fosfor hansı sıxıntı yarada bilər, onları bir aydınlaşdırmaq lazımdır. Ondan sonra demək lazımdır ki, o fosforu çox verdin, dağıdacaq dünyanı. Fosforu çox verəndə dünyanı dağıtmır, düzəldir. Cibi dağıdır. Cibi dağıdır, amma dünyanı dağıtmır.